Mən bu evi tərifləməyəcəm, sadəcə nə var, hər bir şey sizə göstərəcəm. Siz baxın, fikirlərinizi də videonun altında yazmağı unutmayın. Mənzil yerləşir 28 mayda şəhərimizin mərkəzində, 28 may metrosunun düz yanındadır. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş, 3 otaqlı mənzildir. Dediyim kimi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Gəlin, başlayaq giriş hissədən və vaxt itirmədən mən hər şeyi sizə göstərim. Bura bizim giriş hissəsidir. Dediyim kimi, giriş qapımızdır. Daxil olduqda döşəməsi qranitdir, isti döşəmə ilə təchiz olunub. Sağ tərəfdə böyük şkafımız yığılıb. Gəlin, içərisində göstərək. Dərinlik də ideal səviyyədədir. Tam axıra kimidir. Əşyalarınızı, paltar, ayaqqabı, hər bir şeyi tam rahat yerləşdirə bilərsiniz. Sol tərəfdə tresuarımız var. Böyük güzgü yerləşdirilib. Bu hissəsi şkafdır. Pufik, yəni hər bir şey nəzərə alınıb. Tablomuz da yerləşdirilib dizayna uyğun və daxil olduqda gəldikdə sol hissədə burada da belə bir köşəmiz var. Yenə mebellərdən istifadə olunub. Bura yerləşdirilib. İşıqlandırmada lüstr spotlar, hər bir şey hazırdır. Gizli işıq da var. Bu hissədə Venesiankadan istifadə olunub. Lepka daraqlar, arasında qızılı kantlar, sağ və sol güzgülərdən istifadə olunub. Otaqların yerləşməsini nəzərə çatdırım. Daxil olduqda gəldikdə üzbəüz bura mənzilin qonaq otağıdır, yanında mətbəx yerləşir. Burada bir yataq otağıdır, daxil olduqda sol tərəfdə. Burada mənzilin ümumi sanitar qovşağıdır. Burada əlavə olaraq çamaşırxanamız və ikinci yataq otağı yerləşir. Gəlin elə vaxt bitirmədən keçək bir-bir. Mən otaqları sizə göstərim. Bura dediyim kimi mənzilin qonaq otağıdır. Geniş qonaq otağımız var. Və nəzərinizə çatdırım ki, nə var? Mənzildə hər bir şey qiymətə daxildir. Genişliyini görürsünüz, yəni təxmini 28-30 kvadrat var. Bütün mebeldə hamısı yerləşdirilib və əlavə olaraq mərkəzdə də kifayət qədər boş ərazi var. Orada 6 nəfərlik masamız, burada divan, kreslo, bunlar hamısı yenidir, hamısı da qiymətə daxildir. 2 lüstrumuz var, biri orada masanın üzərində, digər isə mərkəzdə böyük lüstrumuz. Divarda buralar. Bu hissədə travertindir, arasında qara kantlardan istifadə olunub. Bütün otaqlarda kondisioner var, hamısı da işlək vəziyyətdədir, hazırdır. Bu hissədə böyük TV stend yığılıb, sağ və sol aşağı hissələri şkafdır, televizorumuz da qoyulub hazırdır, membrandır, yəni mebellər də hamısı keyfiyyətlidir. Onu nəzərinizə çatdırım, demişdim tərifləməyəcəm, artıq bir tərif getdi. Döşəməsi parketdir. Burada mənzilin eyvanına çıxış var və oradan da dəniz istiqamətində baxır, alov güllələri, yəni hər bir şey görsənir. Pərdələrimiz hamısı asılmış vəziyyətdədir. Gəlin keçək, mətbəxi göstərim sizə. Artıq bayaq gördünüz, yenə də çalışacağım hər bir detalı nəzərinizə çatdırım. Girişdə olan isti döşəmə burada da davam etdirilib, buranın döşəməsi qranitdir. Yeni, gözəl mətbəx mebelimiz yığılıb, tam axıra kimi 3 hissədən ibarətdir, yəni yuxarı hissələr də şkafdır. Dərinliyini də göstərim. Kifayət qədərdir. Yəni, dərinliyi var. Üstü və sinəliyi tökmə mərmərdir. Qaz peçi, aspirator bunlar qoyulub hazırdır. Burada qabyanımız da var. Onu da göstərim. Hamısı da yəni, keyfiyyətli, tanınmış markaya məxsusdur. İnşallah bunu gəlib canına baxanda da şahid olacaqsınız. Mikrovolnovka sobamız, soyuducumuz burada yerləşdirilib. Burada da kondisioner var yenə eyni qayda ilə. Və buradan mənzilin eyvanına çıxış var. Gəlin oradan mən sizə panoramasını da göstərim. Qaranlıq olduğuna görə o ləvlər görsənməsin. Orada dəniz istiqamətində alov güllələri, yəni hər bir şey çox gözəl görsənir buradan. Və burada əlavə nəyimiz var? 4 nəfərlik masamız yerləşdirilib, yenə eyni ilə televizorumuz, arxasında gözəl güşə yaradılıb mebeldən. Sağ və sol buralar yerləşdirilib, güzgülər, yəni hər bir şey tam hazırdır. Bu mənzildə əlavə nəyisə almağa ehtiyac yoxdur, sadəcə gəlib yaşamaq qalır. Gəlin buradan mən sizə göstərim mənzilin ümumi sanitar qovşağını. Nəzərinizə çatdırım ki, mənzildə 2 sanitar qovşaq var. Bura ümumi olandır, dediyim kimi tam hazırdır, bütün aksesuarlar yerləşdirilib, geniş duş kabinimiz yığılıb, burada gözəl moydadırımız, divar içi unitaz, burada nişalarımız, suşilka, hər bir şey hazırdır və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Burada yerləşir bizim, belə deyək, çamaşırxanamız, yəni paltaryan üçün yer.
burada ayrıca nəzərə alınıb, yəni digər mənzillərdə olduğu kimi mətbəx mebelinin altında deyil, burada ayrıca yuya bilərsiniz, ütüləmək üçün, bir də asmaq üçün hər şey var, hər şey nəzərə alınıb. Buradan daxil oluruq mənzilin əsas yataq otağına, yəni master bedrooma. Genişliyi kifayət qədərdir, yəni mənzilin ümumi ölçüsü 137 kvadratdır, yəni bu içdən içə ölçüdür, digər yeniçili binalarla fərqi budur, yəni içki yoxdur demək olar. Ona görə otaqların genişliyi ideal səviyyədədir. Burada deməli, yenə yataq dəstimiz tam hazırdır, görürsünüz, taxtımız yığılıb, burada arxası venesiyankadır, yenə sağ və sol mebellərdir, təşkil işıqlar yerləşdirilib, orada make-upımız var, böyük güzgü yerləşdirilib, onu da göstərək, pufik, yəni hər bir şey tam hazırdır. Burada da əlavə olaraq gömmə qarderobumuz var. Yəni evdə şkaf kifayət qədərdir, əşyaları yerləşdirməklə bağlı heç bir problem yoxdur. TV internet burada nəzərə alınıb, nəzərdə satdığım üçün divarlarda venesiyankada dekorativ boyadan istifadə olunub. Aşağı hissəsi şkafdır, yəni adi divar kağızı və yaxud emulsiya deyil. Burada yerləşir mənzilin bu yataq otağına aid olan sanitar qovşağımız. Mənzildə dediyim kimi 2 sanitar qovşaq var. Burada da hər bir şey hazırdır. Maraqlı teksturalı qranitlər seçilib, çox gözəl də görsənir. Moydadırımız, yəni hər bir şey dediyim kimi tam hazırdır. Keçək, mən sizə ikinci yataq otağını da göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Və onu deyim ki, mənzildə təmirdən sonra bir gün belə yaşayış olmayıb. Mənzili alan şəxs ilk sahibi olacaq. Buradan keçirik ikinci yataq otağına. Dediyim kimi, demək olar digər yataq otağına eyni ölçüyə malikdir. Otaqlar çox genişdir, onu nəzərdə çatdırım. Burada da tam olaraq yataq dəstimiz var. Burada deməli güzgümüz yerləşdirilib, gizli işıqla, yəni make-upımız. Burada bayaq göstərdiyim dəniz istiqamətində baxır. Gözəl taxtımız, arxası da yeni işlənilib. Çox gözəl şəkildə işıqlandırmada yenə lüstr spotlar. Burada da kondisionerimiz var. Yəni bütün otaqlarda kondisioner var. Hamısı da dediyim kimi işlək vəziyyətdədir. Burada TV internet burada nəzərə alınıb və onunla deyim ki, elektrik qutuları da original Panasonicdir. Yəni bunlar da keyfiyyətlidir. Sağ və sol işıqlar, lepkalar və burada bu yataq otağının daxilində bir ədəd də əlavə olaraq qarderobumuz var. Buranı da göstərək. Yəni içərisi də şkaf yığılıb, tam hazır vəziyyətdədir. Və nəzərdə çatdırım ki, otaqlarda da döşəmə bambuq parketli, qranit olan yerlər isə isti döşəmə ilə təchiz olunub. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzərdə çatdırım. Yerləşir 28 mayda şəhərin düz mərkəzində, hər yerə də yaxın bir yerdir. Metronun çıxışındadır, metrodan çıxdınız, binadır və mənzil də bu binada yerləşir. 3 otaqlı mənzildir, yelçəkən, yəni skvaznoy hər iki tərəfə də baxır, həm metro istiqamətində, həm dəniz istiqamətində. Yəni bunun özdə bir üstünlükdür. Ölçüsü 137 kvadratdır. Dediyim kimi, içki söhbəti demək olar yoxdur. Digər yeniçilərdən fərqli olaraq, digər mənzillərdən fərqli olaraq yerləşir 9-cu mərtəbədə, 16 mərtəbəli binanın 9-cu mərtəbəsində. Gördüyünüz şəkildə satılır, bütün mebel və texnika hamısı qiymətə daxildir və mənzilin start olaraq qiyməti 560 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.